Salam Gülşən, hər vaxtınız xeyir olsun. Bəli, biz Bakı Olimpiya Stadionunda öz yerimizi almışıq. Dünya Şəhər Salma Forumunun 3-cü günü öz işinə başlayıb. Artıq elə ilkin olaraq bir sıra istiqamətlərdə mövzular ətrafında iclaslar da öz işinə başladı və növbəti saatlarda da bizi müxtəlif iclaslar gözləyəcək. Təbii ki, onunla bağlı da informasiyalar təqdim edəcək. Dünya Şəhər Salma Forumunun 3-cü günündə nələr müzakirə ediləcək? Bununla bağlı da informasiyamız var və elə qeyd olunur ki, özəlliklə də bugünün əsas müzakirə mövzularından biri əlilliyi olan şəxslər üçün şəhərdə hərəkət imkanları hansı formada təmin olunur? Bununla bağlı olacaq. Təbii ki, bu istiqamətdə də problemlər ortaya qoyulacaq və bu mövzular ətrafında müzakirələr olacaq. Biz onunla bağlı da informasiyaları diqqətinizə çatdırmağa çalışacağıq. Eyni zamanda mövzulardan biri də urbanizasiyada asan modeli, dövlət xidmətlərinin və könüllülüyün roludur ki, bu istiqamətdə də məsələ ətrafında danışıqlar olacaq. Eyni zamanda əlilliyi olan şəxslərin şəhər salmada rolu və onlar üçün yaradılan şəraitlə bağlı Səbinə Əliyevanın ombudsmanında çıxışının olacağı bildirilir. Təbii ki, bu istiqamətdə də müzakirə edilən və verilən açıqlamaları sizinlə paylaşacağıq. Və eyni zamanda digər istiqamətlərdən biri də Azərbaycan enerjisinin arxitekturası və şəbəkə memarlığı kitablarının təqdimatı bugün baş tutacaq və təbii ki, enerjinin şəhər salmada nə cür tətbiq olunması bu istiqamətdə də məsələ müzakirə ediləcək. Onunla bağlı da informasiyaları diqqətinizə çatdırmağa çalışacaq. Dünya Şəhər Salma Forumunun ötən gün nələr müzakirə edilmişdi? Onunla bağlı da bir qısaca... Bəli, biz VOF-13-də nələr müzakirə olunur, az sonra yenidən əlaqə saxlayıb digər planlar barədə məlumatları təqdim edəcəyik.